Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Bir gün əvvəlcədən bu videonu çəkirəm. Olduqca bir tərs dönəmdən keçməmizə baxmayaraq, bizim hamının qarşısında götürdüyümüz bir öhdəlik var və öhdəliyə sadiq qalmalıyıq. Təmənnasız şəkildə bu analizləri sizə təqdim etməliyik. Nəyə görə bu bir gün öncədən analizlərin üzərində dayanıram? Bəzi oyunlarda artıq başa düşəcəksiniz onu. Amma getdik. Yəni mənim futbol çox cüzi belə biliklərimin məhsulunu izləyəcəksiniz. Bəyənəcəksinizsə nə xoş mənə, bəyənməyəcəksinizsə fikirlərinizi sağlam, mədəni formada, evdə aldığınız tərbiyə çərçivəsində şərhlərdə yaza bilərsiniz. Bəziləri elə də eləyir, onları bloklayıram ki, kənardan bir mədəni insan gəlib bu belə deyək, videoya baxanda deməsin ki, burada geri zəkalı yığınıdır. Yəni görsünlər ki, nə qəşəng şərhlər yazırlar, insanlar bir-birinə hörmət eləyir və s. və axır. Demirəm məni tərifləyin. Mən də sizdən öyrənirəm də. Nəsə yazırsınız, oxuyuruq, öyrənirik. Belə. Saytımızın bilirsiniz, bilməyənlər üçün deyim. Bizim saytın çox maraqlı bir Google sertifikatlı falan hər şey var. Keçən dəfə deyəsən bloklanmanın səbəblərindən biri oydu. Ona görə linki də yığışdırdım şərhdən. Bu layihənin adı kimi .com.az. Çox rahat. Ekrana falan da gətirməm, qorxuram artıq. Belə. Mənim, bizim yəni kupon ailəsinin Telegram kanalı az altdan xətt kupon yazı ilə ekranda görürsünüz artıq bunu və bizim Vaqifin o da dişini canına taxıb necə deyərlər. Düz dedim də, yoxsa canını dişinə taxıbdı o. Nəysə və vicdanlı şəkildə öz işini görür. Beton altdan xətt AZ. Telegram kanalı Vaqifin kanalıdır. Bizim kanalımızı Vaqif işlədir. İşlədir sözün hər mənasında. Arendaya götürüb pulunu vermir, yəni ki. Çalışır o da faydalı olsun. Belə. Nəyi unutdum? VIP qrup nömrəsi aşağıdadır. Başladıq, yerləndik. Sonra o qaqaş gəlib yazmasın ki, video 7-ci dəqiqədən başlayır. Burada elə şey yoxdur. Getdik dostlar. Bu arada TikTok'da da abunə olsa sevinərik. TikTok'da canlı yayımları bərpa etmişik. Artıq çünki mən də çalışıram orada canlı seriyaları ilə gedək və əla da alınır. Barcelona Olympiakos oyunu ilə başlayacağım. Çünki Kairat Pafos oyunu fikrimi deməyəcəm, artıq başa düşdünüz mənim fikrimlə də oyunla bağlı. Ona görə uzaq duracağım. 6+ oynamaq istəyirlər, Allah canlarını sağ eləsin. Qol buraxmamaq oynayan 2 dənə komandadır. Barcelona Olympiakos. Başladıq. Bu Olympiakosu mən hər dəfə sizə deyirdim ki, deməli, keçən dəfə Arsenal for ilə udar Olympiakosu. Arsenal birinci hissəni udar, başqa bir kuponumuzda idi. Amma bir şey demişdim də ki, Jose Luis Mendeli var. Bu komandanın başındadır və onun fəlsəfəsi qol buraxmayaq fəlsəfəsidir. Beyni qızmış Flickə qarşı nə qədər tab gətirə bilər. Burada çox incə bir məqam var. Ajax və Olympiakosdan başqa bütün klublar qol vurub. Kairat vurub, Qarabağ vurub, hamı vurub, bir dənə Olympiakos və Ajax qalıb. Bunu yazdıq beynimizin bir köşəsinə. PSG-yə uduzub Barsa dostlar. İndi siz deyirsiniz ki, bu həftə klassikodur da, düzdür? Fikri orada olarmı? Burada azacıq da olsa Flick'i tanıyıramsa dostlar. Məncə siz də eyni fikirdə olarsınız. Bu Flick'in bir modeli var. O model üzərində də qrup oyunu və o formada davam etmək istəyir. Flick'in o oyun modelinə əsasən potensial olaraq 1+ gol gördüyümə görə bu mərc deyil. 1+2-5 üst. Erkən seansdır. Ay nə bilim, bazar partda da bilərlər. Mən ona qarışmıram. Qalmışdım Fora ilə qələbənin və 1+2-5 üstün arasında. Futbolda Jirona'nı gördünüz 2-1 uddu. Güc bəla ilə. Mən Sumqayıtda idim evdəkilərlə və Sumqayıtda belə bir şey gördüm. Qonşu masada oturan qardaş yeri yurdu dağıdır ki, nəhayət Barsa vurdu. Yəni bax 90 neçədə vurdu Araujo. Barsa bəzən belə də eləyə bilər də. Bir də Yamal da qayıdıb. Ondan asist gözləyirəm məsələn. Pedri'dən asist gözləyirəm.
Belə bir oyun gözləyirəm uzun sözün qısası. Bir də Eyyub Əl-Kabi faktoru var. Bilmirəm, o oynayır da yəqin, böyük ehtimal oynayır. Eyyub Əl-Kabinin də ön tərəfdə preslərinə fikir verin deyirəm. Yəni ona görə 1+2-500 götürdüm. Farmazonlu xoqqabazlıq eləmədən. Belə. Union Saint-Gilloise Inter. Pacagnolini göndərdilər Monacoya və Pacagnolidən sonra fikirləşdim ki, bunlar nə oynayacaqlar? Normal şəkildə çıxdılar həmin sisteminə sadiq qalaraq, amma çox bol qolu bir oyun oynadılar. Inter qol buraxmayıb dostlar Çempionlar Liqasında hələ də. Məncə bugün o gündür. Bilmirəm, mən oyunu beynimdə oynayıram. Bəzən ola bilər ki, fikirlərimi tam əsaslandıra bilmirəm. Tam dolğun çatdırmaq istəyirəm. Sadəcə burada biraz tələskənliyə düşürük. Bəzən tam fikirlərimizi səsləndirə bilmirik. Gənc və dinamik Union Saint-Gilloise, keçid futbolunu sevən Union Saint-Gilloise, orta yaşı 29 olan, bəzi oyuncuların yaşı 30-u keçən Interə qarşı oynayır. Inter burada rotasiyaya gedərmi bilmirəm. Bu arada Ange Bonny oynayacaq böyük ehtimal. Roma ilə oyunda əla oynadı. Torpağı yedi rəsmən. Və Turam yoxdur səhv etməmsə. Yəni oynamama ehtimalı var ən azından. Əvəzinə abi, yəni hər şey bir qıra. Bayaq oxudum. 21 zərbədən 10'unu qola çevirən Lautaro var. Bunu unutmuruq. Manyak de bu adam. Mən burada başqa bir şey də qeyd etmişəm. Siz yəqin at oğrusu eşitmişsiniz, amma top oğrusu da bizə daha çox lazımdır da. O da Usain Niang. Bu uşağa fikir verin Union Saint-Gilloise'da. Potensial 20-30 milyonluq oyuncudur. Bəlkə də 40 falan qaldıracaqlar. 18 top oğru bindəqdə dostlar. Bunu da qoyaq bir kənara, beynimizin bir köşəsinə. Mən deyirəm dostlar, riskli seçimdir, başa düşürəm. Bəzən yazırlar mənə ki, abi, sən ən böyük problemlərindən biri olduqca sadə oyunlarda çətini axtarmaqdır. Çətin seçimlərdir. Onlar da haqlıdır. Yəni, görürsünüz, mədəni şəkildə fikirlərini yazanlar çoxdur. Məncə dostlar, Union Saint-Gilloise vuracaq. Union Saint-Gilloise'ın qol 2-5 üst əmsalı 2-0-3'dür. Bəzən şey də yazırlar, abi sən deyirsən, Haniyə 1.34 axı burada. Onu yazmamışdan əvvəl şərhlərə xahiş edirəm. Mənə yazın ki, abi, var screen at. Mən hər bir seçimimi screen edirəm dostlar. Və TFC-dən hətta bron edirəm. Ki, qalsın yaddaşda. Kimə lazımdır atım. 2-0-3 əmsaldır. İndi mən neyim? Oyundan yarım saat qabaq video çəkəsi deyiləm ki, həmin əmsal olsun. Onu da var da. Bəzən əmsal da yüksəlir. Heç onu deyən yoxdur məsələn. Bu belə. Ekranda gördüyünüz kupon mənə görə birinci kupondur. İstəyən digər dediklərimdən əvəzləyə bilər. Əgər Barça ilə razısınızsa, Union Saint-Gilloise'la razı deyilsinizsə. Amma təkli olaraq Inter'in oyunu qol 2-5 üst. İnşallah ki Union Saint-Gilloise hətta ikisini vurar. Bunu çox istəyirəm çünki bu komanda hətta time'da vurar. Bu komandanı çox bəyənirəm həqiqətən də. Baxmayaraq ki, Tony Bloom'un komandasıdır. Bilirsiniz Tony Bloom kimdir? Kopenhagen, Borussia Dortmund. Mən Dortmund fanatı deyiləm bu arada. Sadəcə var forma geyindim. Ancaq canlıdan dostlar. İndi əmsalı yoxdur. 1.26'dır. Bayaq baxdım 1.26 idi. Ancaq canlıdan biraz gec gələrsə, birinci hissədə bir gol var məncə bu oyunda. Sadəcə canlı üçün indəndən pas atdım. Birdən başım qarışar. Mən görmərəm. Siz gördünüzsə götürə bilərsiniz. Oyun xoşunuza gəlsə, oyunun dinamikası, tempi. Kopenhagen'dən dolayı məncə qol var time'da. İndi vurar bıraxar bilmirəm. Məni o qədər maraqlandırmır. Bu elə oyundur ki, ortalığa. Villarreal City. Burada iki seçim arasında qalmışam. Metrikalar falan ümumiyyətlə bir çox şey deyir ki, ikincini götür. İkinci nədir? Deyəcəm. Birinci 2-5 üstdən yapışdım. Nə qədər sevmədiyimi 2 mövsümdür Pep Guardiolanı siz bilirsiniz. Hətta keçən dəfə bir nəfər, dünən deyəndə artıq bazar günü canlıda TikTokda da bir nəfər yazdı ki, abi niyə sevmirsən bu Guardiolanı? Nəyini sevim? Başa düşürəm, komandada refresh olundu bəzi oyuncular, amma Ticani Reinders çerkidir də, onu da Liverpool'u niyə söyürsünüz adama deyərlər. Komandanın yarısı dəyişib orada. O uyğunlaşma prosesi normal keçməli idi burada. Bilmirəm, yəni Haaland İspanları necə vurmağı sevir, siz bilirsiniz. Haalandın bir topu var, yazdıq qırağa. Villarreal nə oynayır abi? Mən deməli o gün iki oyunu misal gətirəcəm sizə.
O gün Ruzi dedim ki, bilməm YouTube izləyirsə, şərh yazmaq istəyirsə yazsın. Dostum Ruzi, yaxın dostumdur. Dedim, abi sənə bir şey deyəcəm. Villarreal birinci hissə dəqiq hesab 1-0. Oyun gəldi 1-0. Yazda da Telegramdakı geniş kuponda şey atmışdım. Birinci hissə 1. 2.32 əmsal edir. Villarreal hissə qazanar falan. Villarreal deməli birinci hissə 1-0. Niyə? Çünki izlədiyim komandadır. İndi bu gün inşallah ki tərsləmərik. Abi bu komanda sıxır time'da nəyi var sıxır? Sən City-ni sıxmaq istəyəcəksənsə, City sənə time'da özü vurar. Mən demişəm YouTube-da daha bu seçimlər olmayacaq. Time'da falan kəs vurar və s. nadir hallarda olar. Sadəcə bir ssenari yazıram da. Gəlin deyək ki City time'da vurdu. Hələ birinci bu tərəfdən oynayır. Həll edirik də işi. Villarreal Juventus'dan oynayadızadır. Və sonra da Betis'dən oyununu izləyənlər burada yazsın şərtdə. Betis'dən oyunda Villarreal biraz belə yüngülvari bir arxayınlıq yaşadı. Müdafiədə rəzil bir boşluqlar verməyə başladılar. Arxayınlaşma da hansı formadadır? Mental arxayınlaşma var. Amma hücumlar sağ, sol, orta davam edir. Qardaş, nə olub? Nə baş verir? Udumusan da qoyu çıxalı cibvə. Yox, Betis ikinci time turbo rejimi qoşdu ki, Betis bu mövsüm ən çox ikinci hissədə qol vurur. Bunu dəfələrlə demişəm. Valencia ikinci hissədə ən çox qol buraxan komandadır. Hər dəfə demişəm. Betis yenə time ikinci hissədə vurdu, ikisini vurdu. Villarreal dişin yeyirdi, dırnaqlarını yeyirdi oyuncuları, azarkeşləri, fanatları. Abi burada 2-5 üst məncə gələcək. Amma bu da gəlməsə də sinir olacam da təmiz. City'nin 2 topu ilə gəlsin o 2 top. 2-5 üst. Məncə amma kontratakda El Madrigal'da Villarreal bir dənə top vurar. İnşallah ikisini də vurar hətta. İndi ikinci referans oyunu. Juventus'u dedim də. Juventus'da gördünüz nə tər oynadılar. Abi Villarreal budur da, yəni bunu demək istəyirəm. İplər qopur bir anlıq. Nə oldu? Mikael Otto bir də baxır ki, nə baş verir? Mən hara gəlmişəm o kişi? Bilirdi hara gəlib. Bu formada gözləmir də. İndi Monaco məsələsinə gələk. Abi bunlar Monaco'nun məhçəyə torba olduğu dönəmdə, nə bilim, adını nə istəyirsiniz qoyun. Mən Adi Hütter'in gedəcəyi zaten bəlli idi də, yəni gedişat onu göstərdi. Monaco mənasız bir dönəmdədir Monaco. Mənasız bir Monaco'dan 2 top yeyən City var. Və 2 oyunda qol buraxmır ha, onun ardınca. 2 oyunda qol buraxmır. Everton'dan oyunda və sanki fikri buradaydı onda. Mən deyirəm abi 2-5-3-dən City'nin 2 topun arasında qalmışam yenə də. Olsun City'nin 2 topu, yaxşı. Amma bir geniş kupona da bu 2-5 üstü qoyacam. Məncə kontratakdan Villarreal vuracaq bir dənəsin. Haalandın da bir qolu, Lautaro'nun bir qolunun yanına məsələn gedə bilər. Bu da belə. Deməli dostlar, PSV Napoli yaxından izlədiyim, özünüz də bilirsiniz, az qala hər həftə dəyərləndirdiyim, amma eyni zamanda ilk dəfədir ki, çox çətinlik çəkirəm şərh eləməyə bu iki komandanı. Niyəsini indi izah edəcəm sizə, niyə çətinlik çəkirəm. Deməli biz bu proqnozu nə çəkirik? 22-23'də hal-hazırda saat, 25'də belə deyək. 11'ə gecə 11'ə 25'də geçdik. Okay. Bir sutka əvvəl oturmuşam bayaqdan fikirləşirəm ki, bir sutkadan da çox hətta bax indi. Görəsən, bu Torino'nun oyunundan sonra mən bu fikrə gəldim. Mən sizə hətta bunu 1-2 dəfə demişəm. Hansısa YouTube verilişdə buraxılışlarımızda var idi ki, Conte kimi məşqçilərin əsas üstünlük verdiyi yerli liqadır. Yerli. Çünki adam yerli liqada dəfələrlə uğur qazanıb, mən Çempionlar Liqasında hara qədər gedəcəm fikirləşir. Bunu ölçür, biçir, əmin olun ölçür, biçir, mən tanıdım Conte. İndi Torino'ya uduzdular bunlar. Torino'ya uduzdular. Bu artıq Conte üçün növbəti bir siqnaldır. Zarıldamağa başlayacaq, zırıldamağa başlayacaq. Amma PSV-də də ciddi problemlər var dostlar. Siz bunu yəqin axırıncı oyunda da gördünüz. Burada da çətinlik çəkirəm. Conte burada hansı beyinlə çıxar? Normal, optimal heyətlə çıxsa ki, səhv etməsə Çempionlar Liqasında, yəni Avropa kuboklarda belə deyək, 4-cü dublünü eləyə bilər də Rasmus Højlund. Və həmin o Rasmus Højlund demişdi ki, mən indi başa düşdüm niyə Haaland bu qədər qol vurur, çünki De Bruyne kimi sənətkarla oynayırmış.
De Bruyne olsa və s. mən belə deyək də, optimal bir heyət olsa meydanda, mən tanıdığım Napoli həmin o heyətlə bax altından xətt çəkirəm. Sonra hansı bir ağıllı çıxıb yazmasın ki, Napolinin hissə qazanları gəlmədi. Qısası dostlar, əgər mən tanıdığım Conte'nin əsas o optimal heyəti olan Napolisi digər tanıdığım PSV-yə qarşı hər hansı bir hissəni qazanar. Vəssalam. Məsələ bu qədər bəsitdir mənə görə. Hə, orada indi artıq digər ssenarilər ortaya girərsə ki, bizə lazımdır qışda marojna, onda köklənək gelatoya, mən onu həmişə gelato oxumuşam, sən demə gelatoymuş. İtaliya seriyasına, yəni qısası köklənək. O başqa məsələ. Biraz narahatlığım onunla bağlıdır. Normalda Napoli çıxar, bu oynayan PSV-yə qarşı hətta 2 top da vurar, sakitcə qələbəsini qoyar cibinə, çıxar gedər. Düşüncəm budur. Belə. Leverkusen PSG oyununa da gəlmək istirdim, girməyəcəm. Hə, heyətlərə baxıram, artıq o Desire Doué falan hamısı bunlar oynayırlar deyə buna baxmayaraq Leverkusen ön xəttini çox bəyənməyə başlamışam. Bu Ernest Poku əladır, Malik Tillman'dır və s. Buna baxmayaraq istirdim PSG-nin oyuna toxunum, Arsenal'ın oyuna toxunum, Newcastle'ın oyuna toxunum, amma dəyməyəcəm. Mənə lazım deyil. Yenə deyirəm, qışda marojna. Hamıdan bu son 2-3 gündə növbət dəfə gördük ki, hamıdan hər bir sürprizi gözləyirəm. Belə dostlar, öpürəm sizi, bağrıma basıram. Galatasaray Bodo Glimt oyunu ilə bağlı ayrıca bir video çəkmək fikrim var. Alınacaqsa, geniş bir analiz hazırlamışam əslində. İstəyirsinizsə, eyvallah, problem yoxdur, çəkə bilərəm. Full analiz. Və növbəti videoda görüşərik. Uğurlar, özünüzə yaxşı baxın, nə yaxşı ki varsınız.